Salam dəyərli abituriyentlər, müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin sizlərlə belə bir testin izahına baxaq. Hansı sözdə saitin təsiri ilə kar samitin cingiltili samitə çevrilmə hadisəsi baş verməmişdir? Çevrilmə hadisəsi dedikdə çaşmaq lazım deyil. Bəzi samitlərimiz var. T-nın D-ya keçməsi, Q-nın G-ya keçməsi, sonra K-nın Y-ya keçməsi və s. Yəni, bu tipdə sözlər axtarmalıyıq və kökə baxaraq. Gəlin başlayaq B variantından. Gedir sözündə sözün kökü getdir. T-dır, D-ya keçibdir burada. Edir sözündə sözün kökü etdir. T yenə D-ya keçibdir. Azaldır sözündə az, azal, azalt, T-dır, D-ya keçibdir yenə. Tanıdır sözündə sözün kökü tanı, tanıt, D-ya keçibdir yenə. Amma yedirir sözündə sözün kökü yedir, yedirir. Burada dır bizim şəkilçimizdir. Yəni, oradakı D, T-ya keçməyibdir. Şəkilçidə olan bir samitdir. Deməli, burada düzgün cavabımız oldu A variantı. Bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.